İzahlı test 8-ci hissə 6-cı sinif ingilis dili. Read the passage and answer the question. Mətni oxuyun və suallara cavab verin. There are many interesting caves in Azərbaycan. Azərbaycanda çoxlu maraqlı mağaralar var. One of them is in Qarabağ. Onlardan biri Qarabağdadır. This place is Azıq mağarası. Azıq Cave. Bu yer Azıq mağarası, Azıq Cave adlanır. It's 14 miles away from the city of Füzuli. O Füzuli şəhərindən 14 mil uzaqlıqdadır. We know that thousands years ago people have lived in the area of Azerbaijan. Biz bilirik ki minlərlə insan Azərbaycan ərazisində uzun illər əvvəl yaşamışlar. Baxaq suallara, mətnə aid suallara. Choose the best title for the passage. The Azıq Cave. The people of Azerbaijan, place of interest, the city of Füzuli. Azıq Cave, Azıq mağarası haqqındadır. A bəndi burada doğru cavabdır. Choose the synonym of the word area. Ərazi mənasını verir area. Onun sinonimi hansı sözdür? Village, kənd deməkdir. Territory də ərazidir. Area da ərazidir. B bəndi doğru cavabdır. O birisi bəndlərə baxaq. Town şəhərdir, cave mağaradır. Doğru cavab B bəndidir. Üçüncü sual. Choose the wrong sentence. Səhv cümləni seçin. The Azıq Cave is an interesting place. Azıq mağarası maraqlı yerdir. Bu səhvdir. There are no caves in Qarabağ. Qarabağda mağara yoxdur. B bəndi səhvdir. O birisi bəndlərə baxaq. The Azıq Cave is in Qarabağ. Azıq mağarası Qarabağdadır. Bu düzdür. D bəndi Füzuli is in Azərbaycan. Füzuli Azərbaycandadır. B bəndi doğru cavabdır. There are no caves in Qarabağ. Səhvdir bu. Qarabağda mağaralar yoxdur. Bizdən də səhv cümləni istəyirdi. Dördüncü sual. Choose a pair of antonyms. Antonimlər cərgəsini seçin. Live, die, yaşamaq və ölmək. A bəndi doğru cavabdır. Beşinci sual. Choose the correct word. People live in the of Azerbaijan long ago. İnsanlar yaşayırdılar uzun illər əvvəl Azərbaycanın şəhərində, townda şəhər mənasını verir. Area of Azerbaijan, cave, mağarada yaşayırdılar. Bəli. People live in the cave of Azerbaijan long ago. Uzun illər əvvəl insanlar Azərbaycanda mağarada yaşayırdılar. D bəndi doğru cavabdır.